tamaşaçılar, əziz və dəyərli qonaqlarımız. Əzizlərimiz, İctimai Televiziyanın və Təhsil Nazirliyinin birgə layihəsi olan Ailəm yarışmasında xoş gördük sizin hər birinizi, əziz atalar, analar, övladlar, nənələr, babalar və təbii ki, ekran qarşısında əyləşən tamaşaçılarımız. Yeni Dünya Azərbaycanlılarının həmrəylik günü və həmçinin Ailəm yarışmasının final oyununa təbrik edirik, mübarək olsun. Mübarək olsun, hər birimizin gözü aydın olsun. Biz nəhayət final mərhələsindəyik və əziz həmkarım Çinarə, mən bugün çox şadam ki, sənlə birlikdə bu yarışmada iştirak edirəm və artıq biz də bu proyektin, bu layihənin bir tərkib hissəsiyik. Biz öncə, bu layihəyə başlamazdan öncə Azərbaycanın bütün bölgələrindən ən seçilən, ən intellektual ailələri bizim Ailəm meydanına dəvət etdik. Bəli, bax gördüyün kimi Kamran, bugün meydanımız doğrudan da çox zəngindir, çünki biz ilin əvvəlindən start verdiyimiz layihənin artıq son mərhələsinə gəlib çatdıq. Bəli, əvvəlcə minlərlə ailə içərisində müxtəlif bölgələrdə seçimlər etdik. Ən istedadlı, savadlı, bilikli, dünya görüşü zəngin olan ailələri bax bu yarışmaya topladıq. Təbii ki, hər bir yarışmanın əvvəli və sonu olduğu kimi bugünkü yarışmamızın da bir sonu olacaq. Amma biz buna tam son deməzdik. Əslində bunun inşallah gələcəkdə biz davamını da gözləyirik. Çünki bugün final günüdür. Çünki bilikli ailə bu yarışmanı tək yox, bir avtomobillə tərk edəcək. Bəli, ailə avtomobili bugün bir ailəyə təqdim olunacaq. Bu ailələr müxtəlif mərhələlərdən keçdilər. Bugün isə demək olar ki, bütün ailələri biz bura dəvət etmişik, onları görürük. Amma iki ailə var ki, onlar nəsə biraz daha həyəcanlı görsənir. Bax, onlar final mərhələsinədək heç bir məğlubiyyət bilmədən addımlayıblar. Hansı ailələrdir? Gəl təqdim edək, bir daha xatırladaq. İsmaillını təmsil edən Şirinovlar ailəsi. Eyni zamanda Abşeronu təmsil edən Mehdizadələr ailəsidir. Gəlin onlarına ünvanla bir alqış göndərək.
gözəldir. Düşünürəm ki, həyəcan az da olsa aradan götürüldü Kamran. Yəqin ki, bütün tamaşaçılarımız da, bax, iştirakçılar, yarışmacılar da çox narahatdır. Beyinlərində belə bir sual var. Bəs yarışmanın əsas aparıcısı Orxan hardadır? Əslində bu sual məni də maraqlandırırdı səhərdən bəri. Amma mən artıq deyəsən Orxanı studiyada görürəm. Alqışlayaq bizim qəhrəmanımız, əsas aparıcımız Orxanı. Salam Kamran, salam Çinarə, salam əziz ailələr və ekran qarşısından bizi izləyən əziz tamaşaçılar. Hər kəsi salamlayırıq. Doğrudan da biraz əvvəl qeyd etdiyiniz kimi Azərbaycanın bütün bölgələrindən burada ailələr iştirak edir və hər bir ailə mənə tanışdır, hər bir ailə ilə əlbəttə ekran qarşısından əyləşib izləyən tamaşaçılar da həmin ailələri tanıyır. Amma bugün ən əsas bu yarışmanın iki qəhrəman ailəsi bizim yanımızdadır. Mənə elə gəlir ki, bunları bir daha tanımağa ehtiyac var. Bəli, sən çox düzgün vurğuladın. Həmin o sadiq tamaşaçılardan biri elə mən və mənim ailəmdir. Və mən çox sevinirəm ki, bizim azarkeşlik etdiyimiz həmin ailə məhz final mərhələsinə qədər gəlib, çatıb. Elə ona görə də mən həmin ailəyə daha yaxın dayanmışam. Təbii ki, söhbət İsmailini təmsil edən Şirinovlar ailəsindən gedir. Mən isə sənə bugün rəqibəm. Mən Abşeronu təmsil edən Mehdizadələr ailəsinin yanındayım. Onları dəstəkləyirəm, belə deyək. Bu ailələri hamı tanıyır Kamran. Təbii ki, tanıyır, amma biz bir daha təqdim edək. İlk olaraq Şirinovlar ailəsindən, Şirinovlar ailəsinin başçısı Şirin müəllim. Alqışlayaq bir bizim iştirakçılarımızı. Həmin ailənin xanımı Azadə xanım və övladları Ruslan və Emin. Sizə uğurlar arzu edirik. İnce donlum yer basmayıp geriye, İnce donlum yer basmayıp geriye. Başım baktı, evim baktı sevgilim. Başım baktı, evim baktı sevgilim. Evden çıkıp güyürende servi boynum. Badam yese boylu görünen ince gelim. Topuğunda sarmaşanda kara saçlı. Topuğunda sarmaşanda kara saçlı. Boşa badam sığmayan dar ağızlı. Koşa badam sığmayan dar ağızlı. Kar üzünde kandanmış tek ağlayan ağlı. Kar üzünde kandanmış tek ağlayan ağlı. Eşidəndə rayonda ailəm birləşindən seçim turları gedir. Biz də ailəmizlə ora qatıldıq. Respublika turuna çıxdıq. Hər turda qalib gəldikcə növbəti mərhələyə keçdi. Hər turda gərginlik, suallar getdikcə çətinləşirdi. Amma bunun müqabilində biz qalib gəldik və finala çıxdıq. İnşallah finalda qalib gəlib maşını udarıq. Ailənin bir komanda olduğunu sübut eləmək üçün belə bir yarışın olması məni çox sevindirir. Seçimlərdə iştirak etməkdə əsas məqsədimiz yarışa qatılmaq idi. Bunu bacardıq. Yarışda iştirak etməkdə əsas məqsədimiz finala qədər irəliləmək idi. Bunu da bacardıq, artıq finaldayıq. Artıq bundan sonra əsas məqsədimiz yalnız qalibiyyət. Bu layihənin ən xoşuma gələn cəhəti ondan ibarət oldu ki, başqa rayonlardan olan ailələrlə tanış oldum. İndi də həmin ailələrlə əlaqə saxlayırıq. İnanıram ki, bizim o ailə dostluğumuz bundan sonra da davam edəcək. İlk dəfə də ailəmizlə birlikdə hər hansısa bir yarışmada iştirak edirik və artıq biz bu yarışmada finala qədər gəlib çıxmışıq. Bəlkə də bu yarışmada daha əvvəlki oyunlarda ala biləcəyimiz hansısa məlumiyyəti biz qəbul edə bilərdik, amma artıq finaldayıqsa bundan sonra yalnız qələbə. Layihənin adı da çox xoşuma gəlir, ailəm. Çox istərdim ki, bu layihə hələ uzun müddət davam etsin və öz intellektinə güvənən hər bir ailəyə bu yarışmada iştirak etməyi tövsiyə edirəm. Bizimlə rəqib olacaq komandaya da uğurlar arzu edirəm. Çünki onlar da bu yarışa bizim kimi inadla qatılıblar. Bugünə kimi bizim ailəmizdə heç vaxt avtomobil olmayıb.
Amma artıq oyunun bugünə qədərki oyunların gedişatı belə göstərir ki, mən artıq sürücü il vəsiqəsi üçün hazırlaşa bilərəm. Mehdizadələr ailəsini isə Ayzər müəllim təmsil edir. Daha sonra Aynur xanım, Gülnur xanım və Billur xanım. Nə gözəl. Alqışlayaq biz onları da. Sizə inandırım ki, bu verilişdə biz iştirak eləyə-elə, bu verilişdə yaşadıq. Bu veriliş getdikcə bizim uşaqlar bu verilişdə böyüdülər. Ailəm əvvəl çox intellektual yarışmalara baxmışdım, amma ailəm kimi bütün ailəni birlikdə bir yerə cəmləyən yarışma hələ ki görməmişdim. Bu yarışma nəticəsində ailəmizdə sıxlaşma olub, məncə də ailə fərdlərimizin bəzi xüsusiyyətlərini mən burada öyrənmişəm. Öz aramızda zarafatlaşırdıq ki, finala gedib çıxarıq, amma düzün deyim, hər dəfə yarışa gedəndə mənim içimdə inam olub ki, biz qələbə ilə qayıdacağıq və hər dəfə də belə olub. Yarış boyunca yaxınlarım, dostlarım və qrup yoldaşlarım yanımda oldular, dəstək oldular və maşın həmişə bizim udacağımıza inandılar. Onun üçün hər dəfə dekandan icazə alırdım. O da mənə deyirdi ki, sənə bir şərtlə icazə verirəm ki, universitetdə maşını sürə-sürə gəl. Bu yarışma bitdikdən sonra da izləməyə davam edəcəyik. Uçsaq da, udursaq da bu yarışma həmişə izləyəcəyik. Bu yarışma bizdə xoş xatirələrə səbəb oldu. Mən rəqib komandaya da uğurlar arzulayıram. Onlar da çox güclü komandadır və mən arzu edirəm ki, ən güclü komanda utsun, qalib gəlsin. Alqışlarınızla İlhamə Qasımova gəlir. We're gonna dance tonight.
gözəl musiqilərin sədaları altında həyəcanı yavaş-yavaş aradan qaldırmışıq. Amma biz dəstəyi alqışlarla yenidən eşitmək istəyirik. Bəli, eşidə bilərik alqışlarla. Sözsüz ki, bu alqışlar da ən böyük dəstəkdən biri sayılır. Əziz ailələr, hazırsınız? Elə isə hansı ailə birinci başlamaq istəyir? Ənənəvi olaraq bu sualı burada əyləşən hər bir ailə eşidib. Hansı ailə cəsarətlidir? Mehdizadələr ailəsi ilk başlayan tərəfdir və alqışlar istəyək. Mehdizadələr ailəsi üçün alqışlayaq. Azər bəy, yenidən seçim sizindir. Ailənizlə məsləhətləşib də seçə bilərsiniz, özünüz də seçə bilərsiniz. Sağ əlimdəki kartı seçirsiniz, sol əlimdəki kartı seçirsiniz. Sağ əlimdəki. Sağ əlimdəki. Əvvəlcə gəlin biz Blitz raundun şərtləri ilə tanış olaq, sonra isə sualı səsləndirəcəm. Ailəm bilik yarışında ilk mərhələ Blitz raundudur. Bir dəqiqə ərzində maksimum suala cavab verən ailə birinci raundun qalibi olur. Oyunun şərtləri ilə tanış olduq və başlaya bilərik. Vaxt gedir. Gəmi aşpazı məhz belə adlanır. Pas. Kok. Hansı geyim növü vaxtı ilə siqaret çəkənlər üçün nəzərdə tutulurdu? Smokin. Düzdür. Kama avtomobil zavodunun qısa adı məhz belədir. Kamaz. Düzdür. Bu şəhərimizi bəzən obrazlı olaraq konservatoriya adlandırırlar. Şuşa. Düzdür. Əşyanın adını bildirən əsas nitq hissəsi məhz belə adlanır. Düzdür. İlk dəfə fransız dilində nəşr edilmiş Rəşid bəy və Səadət xanım hekayəsinin müəllifi məhz odur. İsmail bəy Qutqaşın. Düzdür. Atmosfer təzyiqini ölçən cihaz məhz belə adlanır. Barometr. Düzgün cavabdır. İlk dəfə fillərdən hərbi məqsədlə məhz bu ölkədə istifadə edilmişdir. Hindistan. Düzdür. Adalar qrupu məhz belə adlanır. Arxipelag. Düzdür. Cücələrin uşaq mahnısının bəstəkarı məhz bu bəstəkardır. Gömbər suyu. Düzgün cavabdır. Avro qəbul edilənədək İtaliyanın pul vahidi belə adlanırdı. Pas. Lirə. Klassik şeir növlərində fikri daha qüvvətli ifadə edən beyt necə adlanır? Çox beyt. Düzdür. Ən məşhur İngilis casus James Bond'un kodu belədir. 007. Düzdür. Mehdizadələr ailəsi, siz Blitz raundunda 11 suala düzgün cavab vermişsiniz. İndi isə növbə Şirinovlar ailəsindədir. Hazırsınız? Vaxt gedir. Vaqif məhz bu xanlıqda əvvəlcə eşik ağası, daha sonra baş vəzir olmuşdur. Qarabağ xanlığı. Düzdür. Azərbaycan istehsalı olan məşhur soyuducu markası məhz bu ağac adını daşıyır. Çinar. Düzdür. Məsələ görə məhz bu canlının dişisi və erkəyi olmur. Aslan. Düzdür. Milli valyutamızın bu nominallı əskinasının üzərində milli musiqi alətlərimiz təsvir olunmuşdur. Düzdür. Gəminin hansı hissəsinə kambuz deyirlər? Pas. Mətbəx. Misir ehramlarından ən böyüyü məhz onun şərəfinə adlanır. Xeops. Düzdür. Evsfeyin qulluğunda olan bu mifik qəhrəman özünün məşhur 12 şücaətini həyata keçirmişdir. Herakl. Düzdür. Kino tariximizin Nəsimisi və Babəki məhz bu aktyorumuzdur. Qasım Balay. Düzdür. Bu böyük şairimizin əsl adı İlyas Yusufoğlu olmuşdur. Nizami Gəncəvi. Düzdür. BMT-nin beynəlxalq uşaq fondu bütün dünyada bu adla tanınır. UNICEF. Düzdür. Qədim Pompey şəhərinin məhvinə məhz bu vulkan səbəb olub. Etna. Səhvdir Vezuvi. Məhz bu tarixi dövlətə bəzən qızılbaşlar dövləti. Səfərbilər. Düzgün cavabdır. Şirinovlar ailəsi, siz isə Blitz raundunda 10 suala düzgün cavab vermişsiniz. Mən istəyərdim ki, hər iki ailəni alqışlayaq. Yaxşı bir göstəricidir. Kamran və Çinarə, mən sizin səsinizi eşitmirəm. Orxan, səncə dünya musiqilərinin içində ən gözəl janr hansı janrdır? Bu suala bir mənalı olaraq hər bir Azərbaycanlı bu suala bir cavab verər. Əlbəttə ki, muğam. Her çeyrek çabadır sinem üstte günah.
Əziz ailələr, siz də bizim yarışmanın iştirakçısısınız. Müxtəlif hədiyyələr var, planşetlər var, notebooklar var, kitablar var. Müxtəlif qiymətli hədiyyələr qazana bilərsiniz. Yəni, tək burada Şirinovlar ailəsi, eləcə də Mehdizadələr ailəsi yarışmır. Siz də bizlə birlikdə yarışda iştirak edə bilərsiniz. Odur ki, fəal olmalısınız. Amma birinci suala cavab verən tərəf isə Mehdizadələr və Şirinovlar ailəsi olacaq. Hazırıq? Elə isə başlaya bilərik. İkinci raund və ikinci raundun əvvəlcə gəlin şərtlərini izləyək. İkinci raundda mövzunu kompüter seçir və bu raundun ilk sualı az xal toplayan ailəyə ünvanlanır. İkinci raundun şərtlərini izlədik və ikinci raunda ilk başlayan tərəf Şirinovlar ailəsi olacaq. Qaydalara görə Şirin bəy, sizin ailəniz ilk suala cavab verən tərəf olur, amma əvvəlcə sual seçimləridir. Mədəniyyət və incəsənət mövzusu sual belədir. Musiqili komediya teatrının direktoru və baş dirijoru işləmiş hansı bəstəkar milyonçunun dilənçi oğlu özümüz bilərik hardasan ay subaylıq ulduz operettalarının müəllifidir. Siz cavab vermədən öncə biz Şirinovları dinləməliyik. Əgər Şirinovlar cavab verməsə, o zaman siz cavab verə bilərsiniz. Vaxt bitdi. Ailələr səbirsizliklə gözləyir. Artıq əl qaldıranlar var. Siz bilməsəniz, yerdən düzgün cavabı eşidəcəyik yəqin ki. Buyurun. Ola bilsin ki, ilk hədiyyəni elə tamaşaçılar qazansın, amma bizim bir variantımız var, Süleyman Ələsiyər. Bəli, düzgün cavab. Düzgün cavab və artıq bərabərlik təmin olunub. İndi isə növbə sizdədir. Azər bəy, mövzu sizin üçün seçilir. Görkəmli şəxsiyyətlər sual belədir. İlk profesional Azərbaycan qadın müğənnisi olan hansı ifaçı həm də La Scala səhnəsində çıxış etmiş ilk Azərbaycanlıdır? Cavabınız? Deməli, cavab Şövkət Məmmədovadır. Şövkət Məmmədova deyirsiniz. Artıq alqışlarlar sizi. Bəli, düzgün cavabdır. Düzgün cavab və önə çıxdınız. Davam edirik Şirinovlar ailəsi ilə. Ümumi biliklər sual belədir. Jean Cocteau bunu Parisin kraliçası adlandırmışdı. Nəyi? Nədə? Söhbət nədən gedir? Zəfər tabi. Jean Cocteau'ya görə Parisin kraliçası nəyi? Yəqin ki, nəsə olardı. Zəfər tabi. Yox, kraliçə. Taca oxuşur da. Başlaşmadı. Eiffel qülləsi taca oxuşur da, kraliçə. Yox, deyək, Emil desin. Deyim. Emil deyəm. Bir vaxt tutarsınız. Vaxt bitdi. Eiffel qülləsi. Eiffel qülləsi. Amma mən nədən alqışları eşitmirəm. Düzgün cavabdır, bəli. Və beləliklə xallar arasında yenidən bərabərlik yaranıb. Azər bəy, sizin ailəniz hazır olsun. Sual sizin üçün səslənəcək, amma öncə mövzu seçilir. Azərbaycan mövzusu seçilib. Sual belədir. Paleolit dövrünə aid Zar mağarası hansı rayonumuzun ərazisində yerləşir? Qədim insan məskənlərindən biri hesab olunur.
Vaxt bitdi. Qarabağın Kəlbəcər rayonunda. Gülnur Kəlbəcər deyir. Bəli, düzgün cavabdır. Məhz Zar mağarası, qədim insan məskənlərindən biri olan məhz Zar mağarası Azərbaycanın dilbər güşələrindən olan Kəlbəcər ərazisində yerləşir. Davam edirik biz. Yenidən Şirinovlar ailəsi, İsmailanı təmsil edən Şirinovlar ailəsi növbəti sualı cavablandıran tərəfdir və mövzu sizin üçün seçilir. İdman mövzusu sual belədir. Avropa Voleybol Konfederasiyasının bayrağı altında keçirilən Top Komandalar Kubokunu 2002-ci ildə qadınlardan ibarət hansı komanda qazanmışdır? Azərbaycan. Vaxtı saxlayırsınız. Düzgün cavabdır. Azərbaycan. Bir çox qələbələrə imza atmış. Məhz Azərbaycan'da söhbət gedirdi. Düzgün cavabların sayını çox eşidirik sizdən. Bu da sevindirici haldır. Görək növbəti səslənəcək suala siz tərəfdən necə düzgün cavab eşidə bilirikmi? Mehdizadələr ailəsi ikinci raundda 3 mövzumuz qalıb və 3 mövzudan biri sizin üçün seçilir. Hansı mövzunun seçilməsini istəyərdiniz? Yəni arzuluyursunuz? Ədəbiyyat ya da coğrafiya. Ədəbiyyat ya da coğrafiya. Aynur xanım filologdur. Hesab edirsən ki, Aynur xanım bu sualın öhdəsindən gələcək. Coğrafiyaya da özün fikirləşirsən ki, düzgün cavab verərsən. Biraz sonra biləcəyik ki, sizə hansı mövzu düşür. Diqqət monitorlara. Amma tarix mövzusu düşdü. Tarix mövzusu üzrə sual belədir. 1918-ci ilin mart-avqust tarixləri arasında Osmanlı Dövlətinin hərbi naziri Ənvər Paşanın əmri ilə yaradılmış və Şərq orduları qrupuna daxil olan hansı ordu tamamilə müsəlmanlardan ibarətdir? İslam sözü var ya, adı İslam ordusu dedi. Müsəlman İslam. Yox, elə ordu var. Necə cavab? Ənvər Paşanın əmri ilə yaradılır, şərq ordusu. Adı İslam ordusu. Biz arasında başqa söz var ya, yox, onu da bilmirəm. İslam ordusu. O da elə də cavab verəcək. İslam ordusu. Qafqaz İslam ordusu. Qafqaz İslam ordusu. İslam ordusu. Qafqaz yox. Qafqaz yox. Çünki Qafqaz ordusu şeydə gedən var da Qafqaz. Vaxt bitdi. İslam ordusu. İslam ordusu deyirsiniz, amma həmin ordunun bütöv adı var. Qafqaz İslam ordusu. Qafqaz İslam ordusu. Düzgün cavabdır. Düzgün cavab. Gəlin mixallara nəzər salaq. Şirinovlar ailəsi 13, Mehdizadələr ailəsi isə 14 suala düzgün cavab veriblər. Biz davam edirik Şirinovlar ailəsi ilə. Ədəbiyyat yoxsa coğrafiya? Ədəbiyyat mövzusu. Sual belədir. Sevgilisi Gülgəzin arxasınca yollanan hansı aşıq yolda bir çox maneələrlə rastlaşır? Sonda İsfahanda, Şahın sarayında sınaqlardan çıxaraq sevgilisinə qovuşur. Başa sənin Şah İsmail, Müslüm Bakabay və Şah İsmail operasında İsmail gedir, Ərəb Zəngi ilə rastlaşır. Onun yolunda gedir. Şah İsmail. Şah İsmail. Hə, aşıq. Aşıq. Demək ki, bilmirəm sən. Aşıq. Dən. Yolda elə qərib olur. Aşıq qərib. Yox, qərib. Vaxt bitdi. Vaxt bitdi. Kim deyirsən? Azada xanım cavab versin. Azada xanım cavab versin və Azada xanımı eşidək. Yox, Demək bu Abbas, Aşıq Abbas. Hə, indi Abbas və Gülgəz. Həm aşıq, həm aşiq. Həm aşıq. Sevgilisinin arxasınca gedirsə, Abbas və Gülgəz indi. Abbas və Gülgəz. Abbas və Gülgəz. Düzgün cavabdır. Abbas və Gülgəz dastanı yəqin ki oxumusunuz, yəqin ki məlumatınız var. Düzgün cavabı eşitdik. İkinci raundda hər iki ailə hər bir suala düzgün cavab verib və ikinci raundun sonuncu sualı coğrafiya mövzusu üzrə bu sualı isə cavablandıracaq Mehdizadələr ailəsi. Sual belədir. 1875-ci ildə İngilis Matthew Webb ilk dəfə olaraq hansı boğazı üzərək keçmişdir? Matthew Webb ilk dəfə olaraq
məhz bu boğazı üzərək keçib. Söhbət hansı boğazdan gedir? Vaxt bitdi. Olsun Dardanel boğazı. Cavabı qəbul etdim. Amma zala müraciət edirəm. Kim bu sualın cavabını bilir? 1875-ci ildə İngilis Matthew Webb ilk dəfə olaraq hansı boğazı üzərək keçmişdi? Bu suala Mehdizadələr ailəsi düzgün cavab vermədi. Bu o deməkdir ki, biz yarışı davam etdiririk. Digər ailələrlə zalda əyləşib bizi bayaqdan dinləyən ailə. Buyurun. Dayanmışam Qubadlını təmsil edən Sadıqlılar ailəsinin yanında. Sadıqlı Seymur, mənim fikrimcə bu Bosfor boğazıdır. Cavabı qəbul etdim, amma çox təəssüf, ailələr. Bu gənc oğlan çox israrla deyir ki, mən cavabı bilirəm. Özünü təqdim elə. Salyan rayonundan asılan, məncə bu Magellan boğazıdır. Çox təəssüf, çox təəssüf. Yenidən Çınarə, eşidək. Daha bir ailənin yanındayıq. Təqdim et özünü. Mən Nəcəfli Fidan, mənim fikrimcə bu Lamanş boğazıdır. Düzgün cavabdır. Biz Fidanı alqışlayaq və Fidana hədiyyəmizi təqdim edirik. Kitab evimizdən hədəf kitab dəsti məhz Fidanındır. Biz ikinci raundu yekunlaşdırdıq, monitorlara nəzər salırıq. Şirinovlar ailəsi 14, Mehdizadələr ailəsi 14. Xallar bərabərdir. Kamran və Çinarə, mən sizi yenidən dəvət edirəm yanıma. Çox gərgin mübarizə gedir, bərabərlik davam edir və bu daha da həyəcanı qaldırır. Və bu ona dəlalət edir ki, biz biraz tənəffüsə ehtiyac duyuruq, təbii ki, musiqilərimizlə. Bəli, bu həyəcanı aradan qaldırmaq üçün ən böyük vasitə, ən gözəl vasitə yəqin ki, musiqi olardı. Bilirəm, çox zordur məni sevmək, ağlayınca qara eşitmək. Bu nazlı yarın səni üzsə də, gözlərini çox süzsə də, sənsiz bir günüm olmazsın, günəş sənsiz doğmazsın. Yox, 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 sənsən yar, gözəl yar, gülüm yar, Məcnunum, sənsən yar, ömrüm yar, nurum yar, Məcnunum. Sənsən yar, gülüm yar, gözəl yar, Məcnunum, sənsən yar, gözəl yar, nurum yar, Məcnunum, sənsən yar, gözəl yar, gülüm yar, Məcnunum, sənsən yar, ömrüm yar, nurum yar, Məcnunum. Məcnunum, Məcnunum, Məcnunum. Hər iki ailə avtomobil qazanmağa çox yaxındır. İddialıdırlar. Həm də iddialıdırlar. Çünki 14 suala düzgün cavab veriblər. Qarşıda isə hələ 2 raundumuz qalıb. Keçid alırıq 3-cü raunda. Təbrik edirik. Şirin bəy, seçdiyiniz mövzu qarşı tərəf üçün çox asan oldu. Cavablandırdı. Amma qarşı tərəf görə sizin üçün necə mövzu seçir? Buyurun. Növbə sizdədir. Olsun tarix. Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü hər il avqust ayının hansı günü qeyd olunur? Dəqiq. Başqa variant var? Sən bilirsən? Emil cavab versin.
Emil cavab verir. Bu yəqin ki 1 avqustdur. Düzgün cavab. Bəli, alqışlar eşidilir artıq. Düzgün cavabdır. Seçim sizindir. Qarşı tərəf üçün siz mövzu seçirsiniz. Ümumi biliklər. Yük filmində Musa Nağıyev bu ailənin nümayəndələri haqqında deyir. Onlar əldən zirəkdirlər. Dünyanın o başından gəlib torpağı qazıb nöyüt çıxaracaq. Bu hər adamın işi deyil. Bunlar nəsilliklə belədirlər. Babaları yerdən dəmir çıxarırmış. Ataları bomba qayran olub. Söhbət hansı ailədən gedir? Yəqin ki, yük filminə baxmışsınızsa, bu sualın cavabı bilirsiniz. Cavab vermək olar. Əlbəttə, vaxtı saxlayırsınız, Bəli, cavab saxlayıram. vermək istəyirsiniz. Buyurun. Nobel qardaşları. Yəni Nobellər. Düzgün cavabdır. Davam edirik, mövzu seçirsiniz. Görkəmli şəxsiyyətlər. Bu, Florensiyalının ölümündən əsrlər keçməsinə rəğmən, onun hökmdar əsəri bugün də öz aktuallığını itirmir. Söhbət kimdən gedir? Hökmdar əsəri. Məhz. Vaxt bitdi. Cavabınız? Ruslan cavab versin. Ruslan cavab verir. Buyur Ruslan. Başqa variant yoxdur, Dante fikirləşirik. Dante deyirsiniz. Başqa nasıl variant? Cavabı qəbul etdim. Amma çox təəssüf ki, bu suala siz tərəfdən düzgün cavab gəlmədi. Yenidən ailələr. Sualı bir də təkrarlayıram. Sualı bir daha təkrarlayaq. Bu, Florensiyalının ölümündən əsrlər keçməsinə rəğmən, onun hökmdar əsəri bugün də öz aktuallığını itirmir. Söhbət kimdən gedir? Cəfərov İlkin, Cəlilabad rayonu. Mənim fikrimcə bu Leonardo da Vinci'dir. Çox təəssüf, siz də bu suala düzgün cavab verə bilmədiniz. Nərmin Aslanbəyova, Gənclər və İdman Nazirliyi. Sualın cavabı Machiavelli'dir. Bəli, düzgün cavabı biz xanımdan eşitdik. Hədəf kurslarından gözəl bir yenə kitab dəsti var. Təbrik edirik sizi. Çox sağ olun. Sualın düzgün cavabını biz zaldan eşitdik. Davam edirik. İdman mövzusunu seç. Yalnız bir dəfə istisna olmaqla 1952-ci ildə 1990-cı ilədək keçirilmiş bütün şahmat olimpiyadalarının qalibi hansı dövlətin yığması olmuşdur? Bu elə bir şey cavab vermək olar. Əlbəttə cavab vermək olar. 1952-ci ildən 90-cı ilə qədər hesablayırıq ki, bu SSR yığması olub. Düzgün cavabdır. Düzgün cavab və düzgün seçim etmək vaxtıdır. Buyurun. Coğrafiya mövzusu. Hansı alim öz xəritəsində paralel və meridianları təsvir etmiş ilk coğrafiyaşünasdır? Öz xəritəsində ilk dəfə meridian və paralellərdən istifadə etmiş coğrafiyaşünas kim olur? Kimdir? Hə? Florensiyalı deyil. Vaxt bitdi. Cavabınız? Ruslan cavab verəcək. Ptolomey. Ptolomey. Qlaveli Ptolomey, düzgün cavab. Bəli. Diqqətli olmalısınız. Arada bir xal fərqi var və sualların sayı azalır. Avtomobili hansı ailə qazanacaq?
Neçədir? Yox, hələ Bunun doğru. üçün diqqətli olmaq lazımdır. Buyurun. Ədəbiyyat. Ədəbiyyatı seçirsiniz. Fikirləşirsiniz ki, ədəbiyyat mövzusu üzrə Aynur xanım sualı cavablandıra bilməyəcək. Amma nəzərə alın ki, Aynur xanım sualın ötəsindən gələ bilər. Çünki ədəbiyyatçıdır. Yaxşı, Aynur xanımı sınağa çəkirik. Xalq şairi Bəxtiyar Vahabzadə hansı poemasını Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə həsr etmişdir? Vaxtı saxlayaq, Aynur xanım. Saxlayaq. Məncə bu Gülüstan poemasıdır. Düzgün cavab. Azərbaycan mövzusunu özünüzə saxlamısınız. Azərbaycan mövzusu sizin üçün səslənir. Sual belədir. Ərəb dilindən tərcümədə mağara adamları mənasını verən hansı ziyarətgah Naxçıvan şəhərindən təqribən 12 kilometr aralı İlandağ və Nəhəcir dağı arasındakı təbii mağarada yerləşir? Əshab-ı Kəhf. Vaxtı saxlayırsınız. Əshab-ı Kəhf düzgün cavabdır. Bəli, 32 ailə arasından seçilmiş ailələr məhz belə olmalıdır. Hər iki ailə çox gərgin mübarizə aparır. Hər iki ailədən bir düzgün cavabları eşidə bilirik. Əlbəttə, bu sevindirici haldır. Bu ailələr məhz alqışa layiqdir. Azərbaycanımızın şərəfinə gürültülü alqışlar göndərək. Bax, budur həmrəylik. Keçdi ömür, keçdi zaman, bu sevgimiz yaşararam. Keçdi ömür, keçdi zaman, bu sevgimiz yaşararam. Ayar mənim sevgi payım, onsuz ötməz günüm ayım. Ayar mənim sevgi payım, ay onsuz ötməz günüm ayım. Mənim yarım şirin dil olsun gərək, yar yarım qədrim bilən olsun gərək. Mənim yarım şirin dil olsun gərək, yar yarım qədrim bilən olsun gərək. Mənim yarım şirin dil olsun gərək, yar yarım qədrim bilən olsun gərək. Mənim yarım şirin dil olsun gərək, yar yarım qədrim bilən olsun gərək. Ayar mənim sevgi payım, ay onsuz ötməz günüm ayım. Ayar mənim sevgi payım, ay onsuz ötməz günüm ayım. Mənim yarım şirin dil olsun gərək, yar yarım qədrim bilən olsun gərək. Mənim yarım şirin dil olsun gərək, yar yarım qədrim bilən olsun gərək. Mənim yarım şirin dil olsun gərək, yar yarım qədrim bilən olsun gərək. Mənim yarım şirin dil olsun gərək, yar yarım qədrim bilən olsun gərək. Dördüncü raunda keçid almaq istəyirik və ən həyəcanlı dəqiqələr başlayacaq Orxan. Buyur. Ən həyəcanlı dəqiqələr əslində iki ailə üçündür, sözsüz ki. Amma mən düşünürəm ki, ekran qarşısında da əyləşən tamaşaçılar həyəcanlanır ki, biraz görəsən bu suallar, hansı suallar ailələri sınağa çəkəcək, hansı suallarla qarşılaşacaqlar, hansı ailə buradan avtomobili qazanıb gedəcək, Hansı aparıcı qalib olacaq? hansı aparıcı Kamran yoxsa Çinarə Məncə Çinarə qalib gələcək. Amma bunu biraz sonra biləcəyik və keçid alırıq dördüncü raunda. Əvvəlcə gəlin şərtlərlə tanış olaq. Sonuncu, dördüncü raundda hər iki ailənin üzvləri fərdi qaydada mövzu seçir və sualı cavablandırır. Ailə üzvləri ardıcıllıqla suallara düzgün cavab verərsə, həmin raundda qazandıqları xallar ikiyə vurulur. Xatırladaq ki, bir sualın doğru cavabı bir xalla qiymətləndirilir.
Bəli, 4-cü raundun şərtləri ilə tanış olduq və başlayırıq. İlk başlayan tərəf Şirinovlar ailəsidir. Şirinovlar ailəsi oyunun qaydalarına görə ardıcıl olaraq ailənin bütün üzvləri suallara düzgün cavab verirsə, bir xeyli qabağa keçmiş olursunuz. Eləcə də sizin üçün şans var, yəni bu ardıcıllığı davam edəsiniz. Özünüz üçün mövzu seçirsiniz. Ailənin digər üzvləri əvvəlki raundlardan fərqli olaraq sizə kömək edə bilməz. Buyurun, mövzu seçin. Ümumi biliklər. Onun ad günündə keçirilən simvolik futbol maçında FIFA'nın ona təqdim etdiyi futbolkada 46.664 rəqəmi yazılmışdı. Bu rəqəm onun 18 il Robon adasında dustaq kimi saxlanılarkən həbsxana nömrəsi olub. Söhbət kimdən gedir? Maraqlı bir sualdır və dünyada ən məşhur şəxslərdən biridir. Demək olar ki, hər kəs onu tanıyır. Bu şəxs 18 il həbsxana həyatı sürür. Vaxt bitdi. Cavab versəm yoxdur. Cavab yoxdur, çox təəssüf. Çox təəssüf, amma sevinənlər var. Çünki cavab verib hədiyyə qazanmaq şansı olanlar var zalda. Orxan, Sumqayıt şəhərini təmsil edən Hüseyn Əliyevlər ailəsinin deyəsən ən az yaşlı üzvü qalib olmaq istəyir. Mənim fikrimcə bu Mandeladır. Nelson Mandela düzgün cavabdır. Bəli. Bravo. Bəli, düzgün cavab verdiyin üçün hədiyyə də qazanmış oldun. Şirin bəy suala düzgün cavab vermədiyi üçün sizlə yarışı davam etdiririk. Buyurun, özünüz üçün mövzu seçin. Azərbaycan seçin. Orta əsrlər Azərbaycan memarlığının ən görkəmli nümunələrindən olan Şeyx Səfi kompleksi hansı şəhərdə yerləşir? Vaxt bitib. Mən hesab edirəm Gəncə şəhəri. Cavabı qəbul etdim. Gəncə deyirsiniz. Çox təəssüf, çox təəssüf. Və yenidən Çinarə və Kamran düzgün cavab axtarışındasınız. Hal-hazırda Qubadını təmsil edən Sadıqlılar ailəsinin yanındayam. Görək, bax, onlar hədiyyəni qazanmaq üçün doğrudan da çox çalışırlar. Baxaq görək, alınacaq ya yox? Mən Sadıqlı Seymur. Mənim fikrimcə bu Ərdəbil şəhərdir. Düzgün cavab. Bəli, Ərdəbil şəhəri. Təbrik edirəm Seymur səni. Sənə yeni hədəf kurslarından çox gözəl bir kitab dəsti təqdim edirik. Buyur. Alqışlayaq. Azadə xanım, Aləm televiziya yarışması boyunca siz çox fəal oyunçuydunuz. Mən deyərdim ki, ailə üzvləriniz içərisində ən səbirsizliklə bəlkə də bu yarışda iştirak eləməyi siz gözləyirdiniz. Və siz növbəti suala cavab verməlisiniz. Ancaq sizdən eşitməliyik həmin sualın cavabını. Hansı mövzunu seçirsiniz? Mədəniyyət və incəsənət. Mədəniyyət və incəsənət mövzusu. Səbirsiz bir şəkildə istəyirsiniz sual səslənsin, yoxsa bir musiqiyə qulaq asaq bəlkə sonra sualı səsləndirək. Necə fikirləşirsiniz? Yaxşı olar. Olmasa da sonu aşıqam qara gözünə. Çoxu keçib yolun düşmədən itirdiyim izine. Yaşayıram, yaşayıram, yaşayıram. Yaşayıram, yaşayıram, yaşayıram. Günlər boyu yanıb əridim sinmədən közünə. Daha sənə sözüm qalmadı görünmədən gözünə. Yaşayıram, yaşayıram, yaşayıram. Yaşayıram, yaşayıram.
necə düzüm, yoxmu bir çarəsi sənsizliyin? Getdin yollar alıb iki gözüm, yoxmu bir çarəsi sənsizliyin? Hara gedib kimə baxım, necə düzüm, yoxmu bir çarəsi sənsizliyin? Getdin yolda qalıb iki gözüm, yoxmu bir çarəsi sənsizliyin? Hara gedib kimə baxım, necə düzüm, necə düzüm, necə düzüm? Getdin yolda qalıb iki gözüm, iki gözüm, iki gözüm. Hara gedib kimə baxım, necə düzüm, yoxmu bir çarəsi sənsizliyin? Getdin yolda qalıb iki gözüm, yoxmu bir çarəsi sənsizliyin? Yaşayıram, 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 yaşayıram. İsmət qrupuna təşəkkür edirik, çox sağ olun. Azadə xanım, Bəli. yəqin ki, biraz həyəcan artıq getdi. Qəribədir ki, heç həyəcan yoxdur. Həyəcan yoxdur. Olsaydı yaxşı olardı. Olsaydı yaxşı olardı. Onda daha yaxşı. yaxşı. Deyim ki, olmamağı yaxşıdır. Onda yaxşı cavab verirəm. Həyəcan olanda daha yaxşı cavab verirəm. Amma indi həyəcan yoxdur, qorxuram. Ümumiyyətlə, mədəniyyət və incəsənət mövzuları üzrə sualların düzgün cavabını sizdən çox eşitdik. Və indi də mədəniyyət və incəsənət mövzusu seçmişsiniz. Bilmirəm, sual nə dərəcədə sizin üçün asan və yaxud çətin olacaq, bunu mən sualı səsləndirəndən sonra biləcəm. Bəli. Və sual belədir. Hansı məşhur heykəlciyin dizayner Cedric Gibson adlı rəssama aiddir? Heykəlcik. Heykəlciklər ədətən, nə deyirlər ona, nominasiyalara görə verilir. Ən çox da verilən Oscar mükafatıdır və Oscar heykəlci ola bilər. Bravo, bravo, düzgün cavab. Artıq xallara diqqət yetiririk. 18-18. Avtomobili hansı ailə qazanacaq? Amma suallarımız azalır. Buna görə diqqətli olmaq lazımdır və ailənin böyük evladı Ruslan. İdman. Və qeyd edim ki, avtomobili əgər qazanası olsan, biraz sonra burada kim oxuyacaqsa və suala düzgün cavab versən, həmin o musiqi sənin avtomobilində həmişə səslənəcək. Yəni, o avtomobildə həmin o musiqi həmişə səslənəcək. Çünki o sizin üçün düşərli olacaq ki, suala düzgün cavab verin. Dövlət tərəfindən çoxalıb idmana qayğı, artıbdır hər idmançı qıza, oğlana qayğı. Var idmana, var təhsilə, var hər yana qayğı. Hər halda tərəqqi daha sürətlənəcəkdir. Respublikamız ged-gedə şöhrətlənəcəkdir. Bundan sonra ölkə daha qüdrətlənəcəkdir. Çoxu işsizdi, bekardı bu diyarda. Bir xeyli sənət sahibi qalmışdı kənarda. Kəndli sata bilmirdi o vaxt malı bazarda. Artıq belə şey yox, hamı dövlətlənəcəkdir. Respublikamız ged-gedə şöhrətlənəcəkdir. Bundan sonra ölkə daha qüdrətlənəcəkdir. Olaraq qalmada əfsus Qarabağımız, etmiş bizi gör bir necə məyus Qarabağımız. Tezliklə bizimdir bizə məxsus Qarabağımız. Düşmən hələ illər boyu lənətlənəcəkdir. Respublikamız ged-gedə şöhrətlənəcəkdir. Bundan sonra ölkə daha qüdrətlənəcəkdir. Deyib ol dahidi kim zülmü devirsə, min zəhmət ilə ateşi gülzara çevirsə, hər hansı vətəndaş vətəni xalqı sevirsə, həm zəhməti həm sevgisi qiymətlənəcəkdir.
Respublikamız get-gedə şöhrətlənəcəkdir. Bundan sonra ölkə daha qüdrətlənəcəkdir. Respublikamız get-gedə şöhrətlənəcəkdir. Bundan sonra ölkə daha qüdrətlənəcəkdir. Sualın cavabını ancaq biz 30 saniyə ərzində Ruslandan eşitməliyik. Artıq saniyələr sona yaxınlaşır. Vaxt bitdi. Ağlıma Banışevskidən başqa heç səs gəlmir. Anatoli Banışevski düzgün cavab. Bəli. Hallar arasında fərq dəyişdi. 18-19 avtomobilə bir addım da yaxınlaşmışsınız. Kamran, azarkeşlik etdiyi komanda suallara düzgün cavab verir və onların növbəti suala da düzgün cavab verməsi üçün təklif edirik ki, daha bir musiqi dinləyək. İsmailliyə avtomobillə getmək üçün Emil, mövzu seçməlisən və sual səsləndirilməlidir. Coğrafiya. Atlantik okeanı ilə Aralıq dənizi arasındakı hansı keçidi qədimdə Herkules sütunları adlandırmışdılar? Ümumiyyətlə, Atlantik okeanı ilə Aralıq dənizi arasında Cəbəl Tariq boğazıdır. Yəqin ki, Cəbəl Tariq boğazıdır. Vaxtı saxlayırsan? Hər halda. Saxlayıram. Cavabı qəbul etdim. Zala müraciət edirəm. Əziz ailələr, cavab düzgündürmü? Əlbəttə düzgündür. Cəbəl Tariq. Təbrik edirik. Oyunun qaydalarına görə biz davam edirik. Şirinovlar ailəsindən. Çünki ardıcıl olaraq düzgün cavabları sizdən eşitdik. Və qeyd edim ki, ən həyəcanlı an gəlib çatır. Şirin bəy, bu suala düzgün cavab versəniz, avtomobil alıram. İsmaillidə sizi avtomobillə qarşılayacaqlar. Mən təklif edirəm ki, əziz həmkarım Orxan, hörmətli tamaşaçılarımız, Çinarənin yenidən məsləhətinə qulaq asaq, neyniyək ki, Çinarə biraz həyəcan aşağı insin? Təbii ki, yenə də həyəcanı aşağı indirmək üçün musiqiyə müraciət edirik.
bəy. Bəli. Xeyri olar yəqin ki, bu musiqi dinləməyin. Bəli, bəli. Və buyurun, mövzu seçin. Ədəbiyyat mövzusu seçin. Quzum, yavrum, adın nədir? Gülbahar. Pəki sənin anan, baban varmı? Var. Bu misralar Hüseyin Cavidin hansı şeirindəndir? Bu şeirin adı nədir? Vaxt bitdi. Bir versiyam var. Ana şeiridir. Çox təəssüf və zala müraciət edirik biz. Deyəsən artıq düzgün cavab var. Gəl eşidək. Mənim fikrimcə bu qız məktəbidir. Düzgün cavabdır. Baxın, biz Ceyranı təbrik edirik və ona yenə çox maraqlı kitab dəstə hədiyyə edirik. Buyurun. Beləliklə biz İsmail'dan olan ailədən düzgün cavab eşitmədiyimiz üçün davam edirik Mehdizadələr ailəsi ilə. Aynur xanım, buyurun, özünüz üçün mövzu seçin. Görkəmli şəxsiyyətlər. İmran Qasımov özünün İtaliya Mozaikası adlı sənədli povestində yazır. Etiraf edirəm ki, bu məzar qarşısında iradəm, mətanətim sarsıldı. Özümü saxlamaq, göz yaşlarımı boğmaq istədim. Lakin mümkün deyildi. Söhbət kimin məzarından gedirdi? Bəlkə Mehdi Hüseynzadənin. Düzgün cavabdır. Gülnur, növbə səndədir və qeyd edim ki, əgər bu suala düzgün cavab versən, bərabərliyi təmin etmiş olursan, qalib gəlmək şansınız var. Amma suala düzgün cavab verməsən, bu oyunda bir xalla ikinci yerin sahibi olursunuz. Tarix mövzusu üzrə sual belədir. Nikopol döyüşü zamanı döyüş meydanına gözlənilməz olaraq ildırım sürəti ilə girməsi hansı şəxsin öz ləqəbini alması barədə ən geniş yayılmış rəvayətdir? ...30 saniyə, bir avtomobili qazanmaq, həyəcanlı anlar, həyəcanlı dəqiqələr. Bu suala cavab vermək, avtomobili qazanmağa bir addım yaxınlaşmaq deməkdir, bərabərliyi təmin edib. Vaxt bitdi. Yıldırım Bəyazit. Düzgün cavabdır, bəli. Xallar bərabərdir. Artıq nəzərdə tutulmuş sualların hamısı səsləndi. Bu onu göstərir ki, hər iki ailə doğrudan da qələbəyə layiq olan ailədir ki, hər iki ailə suallara düzgün cavab verib. Əziz ailələr, hər iki tərəf eyni sualı cavablandıracaq. Amma hansı ailə düzgün cavablandıracaq? Düzgün cavab ailəyə avtomobil qazandırar. Ola bilsin ki, hər iki ailə suala düzgün cavab verir, onda əlavə sual səslənəcək. Və beləliklə oyunda qalibi müəyyən etməliyik. Avtomobil qazanmaq istəyiriksə, elə avtomobillə bağlı da sualı cavablandırmaq lazımdır. Sual belədir. Avtomobilin konveyr üsulu ilə istehsalı prosesinin başlanması hansı görkəmli Amerikalı sənayeçinin adı ilə bağlıdır? Cavab hazırdır sizdə. Artıq cavabı mən sağ tərəfdə saxlayıram. Sizin cavabınız. Və özüm daha baxmıram. Vaxt bitdi. Buyurun. Cavabınız. Beləliklə bu suala hər iki ailə düzgün cavab verib. Düzgün cavab Henry Ford.
Növbəti sualı səsləndiririk. Növbəti sualımız isə belədir. Hansı film İlyas Əfəndiyevin Hökümdar və Qızı əsəri əsasında çəkilib? Baş rolu isə Fəxrəddin Manafov ifa edib. Söhbət hansı filmdən gedir? Sualı təkrarlayıram. Hansı film İlyas Əfəndiyevin Hökümdar və Qızı əsəri əsasında çəkilib? Baş rolu isə Fəxrəddin Manafov ifa edib. Söhbət hansı filmdən gedir? Şirinovlar ailəsi artıq öz versiyalarını təqdim ediblər. Saniyələr sona yaxınlaşır. Bu suala düzgün cavab avtomobili qazandıra bilər. Buyurun. Mən qeyd edim ki, qalib var. Gəlin, hər iki ailəni bir yaxşıca alqışlayaq. Sayı çok, senin kimi qəlbə yatan yok. Elçiləri göndərim sənə, bil ki sözlərində yalan yok. Güzel qızların da sayı çok, senin kimi qəlbə yatan yok. Elçiləri göndərim sənə, bil ki sözlərində yalan yok. Ay qız öldürdün məni, ceylanı öldürdün məni, aləmə güldürdün məni. Bircə kəlmə söz denən, sevindir güldür məni, qəlbimi dindir məni. Ay qız öldürdün məni, ceylan öldürdün məni, aləmə güldürdün məni. Bircə kəlmə söz denən, sevindir güldür məni, qəlbimi dindir məni. Alqışlar əziz ailələr, sizin üçün də səsləndi. Çünki bu layihə bütöv bir layihə idi və bu layihənin iştirakçıları məhz sizlər idiniz. Bütün Azərbaycanın bütün bölgələrindən olan ailələr idi. Bu yarış mən bilirəm ki, hər biriniz üçün doğmadır və bu yarış hər birinizə çox böyük həzz yaşatdı. Bugün ailələrdən biri məhz dəyərli hədiyyəni, avtomobili qazanıb. Bu ailə İsmail'i temsil eden Şirinovlar ailesidir. Gergin mübarizə və bilik, intelekt öz sözün dedi. Məhz bu yarışda davamlı olaraq hər turda yüksək nəticə göstərən ailə Şirinovlar ailəsi yekunda da ən yüksək nəticəni göstərərək qalibiyyət əldə etdi. Mən istəyirəm ki, Abşeronu təmsil edən Mehdizadələr ailəsini alqışlayaq. Təbrik edirik onları. Çünki onların bilik və intellektinə siz şahid oldunuz burada. Mən elə gəlir ki, qalibiyyətə bərabər bir məğlubiyyət idi. Sözün əsl mənasında qalibiyyətə bərabər. Yəni bir xalla
oyunda ikinci yeri qazanmaq elə birinci yeri qazanmağa bərabərdir. Mən sizi alqışlayıram. Əsl final biz mübarizəsi bugün izlədik, şahid olduq. Həqiqətən də bravo hər iki ailəyə, hər iki finalçınıza. Və qeyd edim ki, Aləm televiziya yarışmasında yüksək bilik və intellekt nümayiş elətdirən ailələrin hər birinə bizim hədiyyələrimiz var. Və o ailələri mən istəyərdim ki, dəvət edək və onlara hədiyyəmizi təqdim edək. Buyurun, Çinarə və Kamran, söz sizdədir. Salyanı təmsil edən Davudzadələr ailəsini hədiyyə ilə tərtib etmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə komitənin nümayəndəsi Nərgiz Bəylərovanı dəvət edirik. Cəlilabad rayonunu təmsil edən Cəfərovlar ailəsini bura dəvət edək. Növbəti mükafatı təqdim edəcək millət vəkili Flora Qasımova. Onu dəvət edirik bura. Zəngilan rayonunu təmsil edən Nəcəfovlar ailəsini hədiyyə ilə tərtib etmək üçün isə bura Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının nümayəndəsi Aydan Kərimlini bura dəvət edək. Təşəkkür edirik. Qubadlı rayonunu təmsil edən Sadıqovlar ailəsinə hədiyyəni təqdim etmək üçün Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Məmmədəli Kəsəmənlini bura dəvət edirik. Şuşanı təmsil edən Abbasovlar ailəsini hədiyyə ilə tərtib etmək üçün isə bura Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyevi dəvət edirik. Şuşanı təmsil edən ailə yaxınlaşdı bizim yanımıza. Təbrik edirik onları da. İkinci yeri tutan ailəyə də böyük bir hədiyyəsi var. Əsgər müəllim, həmin o hədiyyəni də buyurun siz təqdim edin. Mən əslində burada qalib, məğlub sözünü işlətməyi özüm üçün artıq hesab edirəm. Çünki burada qazanan Azərbaycan ailəsi oldu. Ailə çox müqəddəs bir anlayışdır. Ailə Azərbaycan xalqının ən müqəddəs saydığı dəyərlərdən biridir və çox əlamətlər odur ki, Azərbaycan ailəsinin müqəddəsliyi bugün burada bizim hamımızın gözü qarşısında bir daha göründü və hamımız bundan çox məmnun olduq. Hörmətli nazirimiz Mikayıl Cabbarovun adından sizi təbrik edirəm. Ailənizə daha gözəl günlər, daha firavan həyat arzulayıram və nazirliyimiz adından bu ailəyə bu gördüyünüz televizor hədiyyə olunur və bir də bir notebook bağışlayacağıq. Çox sağ olun Əsgər müəllim. Təşəkkür edirik. Əziz ailələr, mən istəyərdim ki, hər kəs yerindən qalxıb biraz yaxına gəlsin. Ən əsas məqam gəldi çatdı, avtomobili təqdim etmək anı. Bəli, İctimai Televiziya və Radio Yayımları şirkətinin rəhbərliyi adından Abbas Rüstəmova söz verək və Abbas müəllim avtomobilin açarların Şirinovlar ailəsinə təqdim etsin. Buyurun Abbas müəllim. Təşəkkür edirəm. Bugün bayram günüdür. Mən də öz növbəmdə İctimai Televiziya və Radio Yayımları şirkətinin rəhbərliyi adından və kollektiv adından burada iştirak edən ailələri Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibəti ilə təbrik edirəm. Onlara uğurlar arzulayıram. Maşının açarını təqdim edirəm. Təbrik edirəm. Bəli, avtomobilin açarı artıq Şirin müəllimdədir. Bu demək ki, avtomobil artıq sizdədir. Yenidən bu xoş ovqatla qarşınızda olmaq ümidi ilə yeni iliniz mübarək. Have a weary now as in all have heard
Layihəyə qatılmamışdan öncə heç fikirləşməzdim ki, biz bir yarışda qalib gələcəyik. Doğrudan da layihə yarışda qalib gəlib finala çıxdı. Finalda qalib gəlib maşını udduq. Bugün maşını İsmailliyə aparırıq. Buna görə ictimai televiziya, Ailəm layihəsini hazırlayanlara öz təşəkkürümü bilirəm. Arzu edirəm ki, bu veriliş uzun ömürlü olsun. Мороз снежком укрытый, посмотри, не замерзай. Птичка, зайка, серенький, под елочкой скакал. Порою мог сердитый, мог злой